Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçirilən Ulduz reytinq layihəsi çərçivəsində Interkontinental Otel Baku nəzdində fəaliyyət göstərən Xəmsə restoranında qiymətləndirmə aparılıb. Nəticələrə əsasən müəssisədə qida təhlükəsizliyi tələblərinin yüksək səviyyədə tətbiq olunduğu müəyyən edilib və ölkədə ilk dəfə bir otelin nəzdində fəaliyyət göstərən restorana 5 ulduz sertifikatı təqdim olunub. Qida Təhlükəsizliyi İnstitutu tərəfindən təşkil edilən bu qiymətləndirmə bizim üçün böyük qürur mənbəyidir. Qida Təhlükəsizliyi İnstitutu tərəfindən 5 ulduzla dəyərləndirmək o deməkdir ki, müəssisəmiz qida təhlükəsizliyi, gigiyena, istehsal proseslərinin şəffaflığı və keyfiyyətinə, standartlarına tam şəkildə əməl edir. Bu gördüyümüz işin düzgün istiqamətdə olduğunu təsdiq edən rəsmi və etibarlı göstəricidir. Ən əsası isə qonaqlarımızın sağlamlığını hər zaman prioritet hesab edirik və məqsədimiz qonaqlarımıza daim təhlükəsiz, keyfiyyətli və etibarlı məhsulu təqdim etməkdir. Ulduz reytinq layihəsi çərçivəsində ictimai yaşayış müəssisələrinin qida təhlükəsizliyi, xidmət keyfiyyəti, fəaliyyət standartlarına uyğunluğu sistemli şəkildə ölçülərək qiymətləndirilir və müvafiq olaraq 3, 4 və 5 ulduzla qiymətləndirilir. Bu yanaşma həm ictimai yaşayış obyektləri üçün keyfiyyət göstəricisi sayılır, həm də yerli və xarici müştərilər üçün daha etibarlı seçim imkanı yaradır. Sertifikat almış restoranların giriş hissəsində reyting nişanı olur və bu nişanın üzərində olan QR kodu oxutmaqla həm Ulduz reytinq layihəsi haqqında, həm də restoranın hansı reyting almasını və hansı qida təhlükəsizliyi sisteminin olması haqqında məlumat ala bilərlər. Qeyd edim ki, qiymətləndirmə prosesi sahibkarların könüllü müraciəti əsasında həyata keçirilir. Bunun üçün sahibkarlar info@afsi.gov.az elektron poçt ünvanına rəsmi müraciət göndərməlidirlər. Qeyd edək ki, layihə çərçivəsində indiyə qədər 100-dən çox müraciət daxil olub, qiymətləndirmə nəticələrinə əsasən 4 restorana ən yüksək göstərici olan 5 ulduz sertifikatı təqdim edilib.